Selamünaleyküm değerli Kanal 8'i əməkdaşları, izləyicilərimiz, Hak Səsi TV1 kanalının izləyiciləri. Bu günlərim Ağcabədi rayonundayıq. Ağcabədi rayonuna yeni bir Hüseynov Malik adında bir işıq idarəsinin müdiri, el arasında işıq idarəsinin müdiri deyilir. Gəlibdir, Ağcabədidə yəni böyük problemlər var. O şəxs bura gələndən sonra İmişlidən gəlibdi. İmişlidə də problemləri olub, orada şikayətlər onun barəsində çox olub. 2 azyaşı uşağı tok vurub onun işlədiyi dövrdə. Onun indi o şikayətlər çox olduğuna görə də nəticə yer dəyişmə elədilər. İndi günə Ağcabədi böyük bir, gözəl bir şəraitdə idi. O da gələcəkdir, lap bay eləyəcək. Belə deyək də. Amma baxın görün, hansı əsrdə yaşayırıq. Buna bax, 92-ci illərə bənzəyir. Bu işıq naqilləri burada nədir burada? Şalman avaryonlu vəziyyətdədir. Şalman sabahların burada aşağı, təsəvvürünüzü götürün. Onun aşağısında da başqa bir kabelləşmə var. Ona deyirlər ki, yəni Wi-Fi deyirlər də. İnternet. İnternet kabelləri. Əslində internet kabelləri elektrik naqillərinin çox aralı olmalıdır. Baxın görün vəziyyətə. Yəni bilirsiniz, mən elə başa düşürəm ki, indi transformatorlar var, onları da göstərəcəyik, çəkib sizə. Bizim Malik müəllim, sizlə heç bir ədavətimiz yoxdur, nəinki sizlə, heç bir kəslə. Biz cənab prezidentin məqsədyönlü siyasətini yəni təbliğ ilə, ondan sonra onun verdiyi sərəncam və qərarlar var ki, insanların yaşayış rəfahının yaxşılaşdırılması üçün məmurlar xidmət eləməlidir. Amma sizin kimi cılız məmurlar olsa da, amma özlərini böyük bir cadda hiss eləyirlər kürsüdə. Vətəndaşlara xidmət eləyin. Kişi kimi xidmət eləyin, Malik müəllim. Yəni, siz gələndən heç bir yerə gəlib, dərsən gedib eləməmişsiniz, bu elektrik naqillərinin bu vəziyyətdə olmasını görməmişsiniz. Hər ki, başınız qaçıb içəridə kadrlara özünüzü göstərirsiniz, nə bilim, kimi çıxartmaq, kimi qayırmaq, o öz işinizdir. Amma ədalətsizlik də eləməyin. Əslində gələndən siz bu rayonda bir dönüş yaranmalıdır, təsvirlər ki, yaranmayıbdır. İnanırıq ki, Malik müəllim, bugündən sonra yaranar. Siz vəzifəyə yox, xidmətə gəlmişsiniz. Onu dərk eləyin. Dəyərli izləyicilərimiz, bax, bu da Həsən Əliyev küçəsində yerləşir. Buyursun Malik müəllimimiz. Sağ olun, var olun, sizlə bərabər oldu. Kanal 8 yayının, Hak Səsi TV1'in kanalının rəhbəri İlham Zəfəroğlu.